Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Mən Gülər Orcova, Fes Akademinin riyaziyyat müəllimiyəm. Bugün sizinlə birlikdə 12 iyul şans imtahanına düşmüş riyaziyyat suallarının izahına baxırıq. Başlayırıq birinci sualda. Birinci sualda bizə deyir ki, fx bərabərdir 2 kök altında x minus 2 olarsa biz f'18'i hesablamalıyıq. Gəlin birinci növbədə bu funksiyanın törəməsini tapaq. Yazırıq f'(x) bərabərdir 2 vurulsun. Kök altda x-in törəməsi, uşaqlar, 1 bölünsün 2 kök altında x idi. İndi burada da 1 bölünsün 2 vurulsun. Kök altında x minus 2 olacaq. Və bu x minus 2'nin özünün törəməsi 1 olduğu üçün burada vur 1 yazmıram. Ehtiyac yoxdur. Bu 2 ilə bu 2 ixtisar gedir. Qalır 1 bölünsün kök altında x minus 2. İndi bizə deyir ki, f'18'i hesablayın. Sadəcə x-in yerinə 18 yazmalısınız. Gəlin yazaq. 1 bölünsün. Deməli, kök altında 18-dən də 2-ni çıxanda 16 eləyəcək. Kök altda 16-dan 4 çıxır. Deməli, düzgün cavab 4də 1 alınmış olur. Yəni, Y variantı. Keçək növbəti suala. Baxırıq ikinci suala. İkinci sualda bizə deyir ki, Px çox hədisi üçün, bax bu ifadə doğru olarsa, həmçinin P1 üstəgəl P4 bərabərdir 2 olarsa, biz buradan P4'ü hesaplamalıyıq. Deməli, P1 var. Gəlin burada x-in yerinə 1 yazaq əvvəlcə. X-in yerinə 1 yazsaq, bu necə olacaq? Deməli, P1 üstəgəl 1 olur P2. Üstəgəl P1 bərabərdir. Deməli, 1 yazsaq, 1 üstəgəl 2, 3, 3 çıxılsın 2, o da eləyir 1. İndi x-in yerinə 2 yazsaq, bu olacaq P3. Burada çıxılsın. P3 çıxılsın P2 bərabərdir. 2'nin kvadratı 4, 4 eləyir 8, 8-dən də 2 çıxanda olur 6. Bir də x-in yerinə 3 yazsaq uşaqlar burada, yəni 4'ə gəlib çata bilməyim üçün. Bu olacaq P4 çıxılsın P3 bərabərdir. Deməli, 9, 6 çıxılsın 2, o da eləyir 13. Aha. Və fikir verin, 3 ifadəni biz almışıq. 4-cünü də özü bizə verib, gətirib yazırıq burada. P1 üstəgəl P4 bərabərdir 2. Alırıq sistemə və tərəf toplayırıq. Müsbət P2, mənfi P2. Əksli getdi. Daha sonra müsbət P1, mənfi P1, müsbət P3, mənfi P3. Burada bir dənə P4 qalır, biri də burada qalır. Olur 2 dənə P4. Bərabərdir nəyə? Bunların da hamısını toplasaq uşaqlar, deməli olur 22. Və hər tərəfi də 2-yə bölsəm, buradan tapırıq ki, P4 bərabərdir 11 alınmış olur. Yəni düzgün cavab A bəndi, A variantı. Keçək növbəti suala. Baxırıq 3-cü suala. Deməli, bizə deyir ki, bax bu fx funksiyasının ən böyük qiyməti ilə gx funksiyasının ən kiçik qiymətinin fərqini tapın. Fx funksiyası uşaqlar a sinus x plus minus b kosinus x formasındadır. Bunun ən böyük, ən kiçik qiymətini tapanda kök altında 4 kök altı üçün kvadratı, yəni kök altında a kvadrat üstəgəl b kvadrat ilə hesablamaq lazımdır. Bunun kvadratı olur 48, mənfi 1'in kvadratı da olur müsbət 1. Toplayanda bizə nə verir? Kök altda 49, oradan da 7 çıxır uşaqlar. Yəni uşaqlar, bu funksiyanın ala biləcəyi ən böyük qiymət müsbət 7-dir. Ən kiçik qiymət desəydi, mənfi 7-ni götürərdi. Bu oldu müsbət 7. Bu ifadədə isə, baxın, gx funksiyasında isə bizdən nəyi soruşur? İfadənin ən kiçik qiymətini soruşur. Mən bu ifadənin, belə deyək də, özünü həm 2-yə vurub, həm də 2-yə bölürəm. Baxın, gx funksiyası bərabərdir. 2-yə vursaq, olur 2 sinus 2x vurulsun kosinus 2x. Bölünsün 2. 2'ye həm vurub, həm də böldük. Və beləliklə, baxın, surətdə nə əmələ gəldi? Sinus 2 alfa, yəni sinus 4x bölünsün 2. Və bunun ən kiçik qiymətini soruşur. Sinusun da ən kiçik qiyməti mənfi 1'dir. O zaman bu ifadənin ən kiçik qiyməti mənfi 2'də 1 alınmış olur. Bizə deyir ki, ən böyük qiymətdən ən kiçik qiymətin fərqini tap. Ən böyük qiymət 7 çıxılsın. Ən kiçik qiymət mənfi 2'də 1. Bu da olur 7 üstə gəlsin 0,5. Yəni düzgün cavab 7,5'ə bərabər olmuş olur. O da eləyir B bəndi. Keçək növbəti suala. Baxırıq 4-cü suala. Bizə deyir ki, bu integralı hesablayın. 2x çıxılsın 3'ün integralı uşaqlar 2 vurulsun x kvadrat bölünsün 2'dir. Çıxılsın 3'ün integralı 3x'dir. Bərabərdir. Burada 2'lər ixtisar gedir. Qalır x kvadrat çıxılsın 3x. Və sərhədlər 1-dən 3'ədir. 1-dən 3'ə. Əvvəlcə 3'ü yazsaq, 3'ün kvadratı 9, çıxılsın elə 9. Bura eləyir 0, çıx. 1'in kvadratı 1, çıxılsın 3, o da eləyir mənfi 2. 0 çıxılsın mənfi 2, cavab olur müsbət 2. Yəni Y variantı. Keçək növbəti suala.
Baxırıq 5-ci suala. Bizə deyir ki, ümumi həddi AN və BN olan ardıcıllıqlar üçün AK bərabərdir BK şərti ödənir. AN ardıcıllığını ilk K həddinin cəmini tapın. K-nı tapmalı uşaqlar. AK deyirsə, burada yerinə K qoyursunuz. Olur 2K üstəgəl 5. BK deyirsə, burada N-lərin yerinə K qoyursunuz. Olur K-nın kvadratı çıxılsın K çıxılsın 5. Və bunlar bir-birinə bərabər olmalıdır. Onda olur K-nın kvadratı mənfi K, bu da mənfi 2K. Olur mənfi 3K, mənfi 5, bu da mənfi 5 eləyir mənfi 10. Bərabərdir 0-a. Viyyətə görə köklərinə baxsaq, bunun kökləri 5 və mənfi 2 olacaq. Vuranda mənfi 10 eləsin, toplayanda da müsbət 3 eləsin. Sadəcə biz burada K-nı mənfi 2 götürə bilmərik. Bu K-lar müsbət olmalıdır. Deməli, K-nın qiyməti bərabər oldu 5-ə. İndi bizdən ilk 5 həddin cəmini istəyir. AN ardıcıllığında S5 bərabərdir. Bu da deməli ədədi sesli olduğu üçün, baxın, S5-i bu düsturla tapa bilərik. A1 üstə gəlsin, A5 bölünsün, 2 vurulsun, deməli 5. Bu da bərabərdir. A1-in qiyməti olur 7, A5-in qiyməti olur 15, bölünsün 2 vurulsun 5. 22-ni 2-yə böləndə 11, 11-i də 5-ə vuranda düzgün cavab 55 alınmış olur. 5-ci sualda testin düzgün cavabı olur 55. Keçək növbəti suala. Davam edirik 6-cı sual ilə. 6-cı sualı deyir ki, bu tənliklər sistemini ödəyən x, y cütləri üçün x vurulsun y hasilinin ən kiçik qiymətini tapın. Burada iki hal olacaq uşaqlar. Birincidə deyəcək ki, hasil nə zaman sıfıra bərabər olar? Ayrı-ayrı vurğular sıfıra bərabər olanda. Əvvəlcə buranı sıfıra bərabər edirsiniz. X çıx y sıfıra bərabərdirsə, buradan x bərabər olur y-a. İndi x y-a bərabərdirsə, bax burada bu x-in yerinə gətirib y yazırıq. Y çıxılsın 2y bərabərdir mənfi 1-ə, mənfi y bərabərdir mənfi 1-ə, y bərabərdir 1-ə. Deməli, x də 1 olur, y da 1 olur. Bu birincinin həlli. İkinci halda isə deyirik ki, gəlin bunu sıfıra bərabər edək. X çıxılsın 2 bərabərdir 0-dırsa, buradan x bərabər olur 2-yə. Və gətirib burada yerinə yazsaq, x-in yerinə. Olur 2 çıxılsın 2y bərabərdir mənfi 1-ə. Buradan, deməli, 2y bərabərdir 3-ə. Y də bərabər olur 1/10-5-ə. Bu da ikinci. 2 və 1/5. Bizdən soruşur ki, x, y hasilinin ən kiçik qiymətini tapın. Bunları bir-birinə vuranda hasil 1 eləyir. Bunu bir-birinə vuranda hasil 3 eləyir. Əlbəttə ki, ən kiçik qiymət olur 1. Yəni, düzgün cavab olur C bəndi. Keçək növbəti suala. Baxırıq 7-ci suala. Bizə deyir ki, iti bucağı alfa olan düzbucaqlı ABC üçbucağının AB hipotenuzu BC katetindən keçən müstəvi ilə beta bucağı əmələ gətirir. AC katetinin bu müstəvi ilə əmələ gətirdiyi bucağın sinusunu tapın. Fəzaildə olan bir sualdır. Deməli, bizdə olmalıdır düzbucaqlı üçbucaq. Belə bir düzbucaqlı üçbucaq çəkirəm. Baxın, bu düzbucaqlı üçbucaqda A bucağını adlandırırıq alfa bucağı. Aha. Bura olur A, B, burada olur C. Daha doğrusu alfa bucağı AB hipotenuz olmalıdır. AB hipotenuz olmalı uşaqlar. Burada olur C. Aha, indi bizə deyir ki, BC katetindən keçən müstəvi ilə beta bucağı əmələ gətirir. BC kateti. O zaman bunun belə deyək də, baxın, BC kateti ilə əmələ gətirdiyi bu bucaq, beta bucağı, bax, bu bucaqdan söhbət gedir, budur. Sonra dediyi AC katetinin bu müstəvi ilə əmələ gətirdiyi bucaq isə, bax, o da bu bucaq olmuş olur. Burada bir qamma bucağı deyək. Buradan bura. Həmin bucaq da, bax, bu bucaqdır. Fikir verin, burada olsun qamma. Yəni, AC katetinin həmin müstəvi ilə söhbət BC-dən keçən müstəvidəndir ki, onun əmələ gətirdiyi bucaq olur qamma. İndi bizə deyir ki, AC katetinin bu müstəvi ilə əmələ gətirdiyi bucağın sinusunu tapın. Bizə lazımdır ki, sinus qamma nəyə bərabərdir? Əslində biz buradan, yəni bu üç bucaqdan, söhbət hansı üç bucaqdan gedir uşaqlar? Üç bucaq ACD-dən. Üç bucaq ACD-yə görə sinus qamma nəyə bərabər olacaq? Deməli, bura bir D adlandırsaq, olacaq deməli AD-nin nəyə nisbəti? AD-nin AC-yə nisbəti. Qarşıdakı katetin deməli hipotenuza nisbətinə bərabər olmuş olacaq. Sadəcə indi biz bunu sıra ilə getməli. Birinci başlayırıq A, B, D üçbucağından. Baxın, birinci növbədə A, B, D üçbucağında deməli sinus beta nəyə bərabər olacaq? Sinus beta bərabərdir AD-nin deməli A, B-yə nisbəti. Bu bir. Amma indi bu tərəfdə ABC üçbucağına baxsaq uşaqlar. Üçbucaq ABC.
Burada deyə bilərik ki, bu dəfə isə işləyirik biz, deməli, alfa bucağı ilə sadəcə bu üç bucaqda kosinus alfa. Kosinus alfa bərabər olacaq, deməli, AC-nin AB-yə nisbətinə. İndi fikir verin, bu bucaqların bir-birinə deməli, nisbəti bizə nəyə verəcək? Niyə görə nisbəti deyirəm? Çünki mən AD bölünsün AC-ni tapmalıyım. AD burada da, AC burada da uşaqlar. Yazıram, sinus beta bölünsün kosinus alfa. Sinus beta bölünsün kosinus alfa. Bu da bərabərdir. Sinus beta AD bölünsün AB idi. Amma kosinus alfa isə AC bölünsün AB idi. Fikir verin, burada AB-lər gedir. Nə qalır? AD-nin, deməli, AC-yə nisbəti alınmış olur. Baxın, AD bölünsün AC. Görürsünüz, AD bölünsün AC. Bu ikisi bir-birinə bərabər olduğu üçün o zaman sinus qammanın da, bax bu ifadə, yəni sinus beta bölünsün kosinus alfaya bərabər olduğunu deyə bilərik. Sinus beta bölünsün kosinus alfa, düzgün cavab C bəndi, C variantı alınmış olur. Keçək növbəti suala. Baxırıq 8-ci sual. Deməli 8-ci sualda bizə deyir ki, nisbəti 25 bölünsün 16 olan iki müsbət ədədin ədədi ortasının, həndəsi ortasının nisbətini tapın. Deməli birinci ədədi götürəcəyik 25K, ikinci ədəd isə bərabər olacaq 16K-ya. Bu ədədlərin deyir ədədi ortasının, ədədi orta necə tapılır? Ədədləri toplayırıq, bölürük yarıya. Aha, bunun deyir ədədi ortasının nəyə nisbətini tapmalıyıq? Həndəsi ortasının nisbətini tapmalıyıq. Həndəsi ortada kök altında 25K vurulsun 16K deməkdir uşaqlar. Bu da bərabərdir. Deməli 25 üstəgəl 16 bu eləyəcək 41K bölünsün 2. Buradan da deməli 1K 5 dəfə 4 o da olacaq 20. K'lar gedir. Bu kəsrdə tərsinə vurulacaq. Yəni 20-yə bölmək tərsinə vurulur. O da eləyir 41 bölünsün 40. Yəni testimizin düzgün cavabı olur A bəndi. Keçək növbəti suala. Baxırıq burada 9-cu sual. 9-cu sualda bizə deyir ki, AB həqiqi ədədləri üçün, bax bu iki şərt ödənərsə, biz bu ifadəni sadələşdirməliyik. Burada nə edirik? Deməli, modulda 3A çıx 2 olduğu kimi qalır, bərabərdir. Bu 3A-nı atırıq o tərəfə. Olur 2 çıxılsın 3A. Modulda olan ifadə olduğu kimi çıxmayıb, əksi çıxıb. Deməli, moduldakı ifadə mənfidir. Kiçik bərabərdir 0-dan. Burada 3A kiçik bərabərdir 2-dən. Deməli, A kiçik bərabər olur 2 bölünsün 3-dən. Yəni 3-də 2-dən. Bu 1. İndi bu tərəfə baxsaq, yenə, baxın, 2B çıxılsın 3 olduğu kimi qalacaq modulda. Amma biz bu 3-ü atırıq o tərəfə. Olacaq 2B çıxılsın 3. Modulda olan ifadə olduğu kimi çıxıbsa, deməli, bu böyük bərabərdir 0 şərtini ödəyir. Buradan da 2B böyük bərabərdir 3-dən, B də böyük bərabərdir 3 bölü 2, 1,5-dən. İndi isə bu yazdıqlarımıza əsasən gəlin bu ifadəni sadələşdirək. Bura olur 1 çıxılsın A. Burada yazıb ki, A çıx B. A 0 tam neçədir? B isə 1,5-dən böyükdür. Y 2-dir. B böyükdür. B böyük olduğu üçün bura mənfidir. Mənfi olduğu üçün yerlərini dəyişib çıxır. A minus 1. A deməli 0 neçədirsə 1-dən balacadır. Yenə yerlərini dəyişib çıxır. Burada da 1 minus B. B-yə təxmini 2 dediksə, deməli bura mənfidir. Bu əslində yerini dəyişib çıxır. Olur B minus 1. Amma qarşıda mənfi varsa mənfiyə görə olacaq mənfi B üstə gəl 1. İşarələr dəyişdi. Bu da bərabərdir. B-lər gedir. Yuxarıda qalır 1 minus A, aşağıda 1 üstə gəl 1, 2, çıxılsın 2A alınmış olur. Və biz aşağıdakı ifadədə 2-ni mötərizə xaricinə çıxartsaq, qalacaq 1 minus A, bunlar da ixtisar gedir. Düzgün cavab 2-də 1, yəni 0,5 alınır. O da eləyir D bəndi. Keçək növbəti suala. Davam edirik 10-cu sual ilə. 10-cu sualı deyir ki, qrafiki verilmiş düz xəttin tənliyini yazın. Düz xət olduğu üçün xətti funksiyadır. Y bərabərdir, kx üstə gəlsin B olacaq. Buradakı k tangens alfa ilə müəyyənləşəcək. Yəni tangens 135 bərabərdir mənfi tangens 45-ə. Çünki qonşu bucaqlardır. Tangensləri mənfi olacaq. Daha doğrusu bir-birinin əksi olacaq. Bu da bərabər olacaq mənfi 1-ə. Deməli, bu k-nı buradan silirəm, yerinə yazıram mənfi. Və bir də bu düz xət üzərindəki koordinat A nöqtəsinin koordinatını verir. X-in yerinə deyir mənfi 2 yaz, Y-in yerinə 3 yaz. Yazıram. 3 bərabərdir. İndi X-in yerinə mənfi 2 yazan kimi bu mənfi olacaq müsbət 2. Yəni, müsbət 2 üstə gəl B. B-nin də qiyməti buradan bərabər olacaq. 3 çıx 2, yəni 1-ə. B-ni də burada silirəm, olur 1. Deməli, tapdıq ki, bu düz xəttin tənliyi mənfi X üstə gəlsin 1-dir. Testimizin düzgün cavabı olur B bəndi. Keçək növbəti suala.
Baxırıq 11-ci sual. 11-ci sualı deyir ki, trapesiyanın diaqonallarının orta nöqtələri arasındakı məsafə 2 sm-dir. Trapesiyanın kiçik oturacağı 12 sm olarsa, böyük oturacağın uzunluğunu tapın. Baxın, bu bizim trapesiyamız olsun. Trapesiyanın iki diaqonalını çəkirik və bu diaqonalların orta nöqtələr arasındakı məsafə deyir. Deyək ki, bu orta nöqtə ilə bunun arasındakı məsafə bərabərdir 2-dir. Kiçik oturacaq 12-dir, böyük oturacaq bilmirik, bizdən bunu istəyir. Qaydaya əsasən, baxın, deməli, buradakı bu orta nöqtədə, uşaqlar, orta nöqtələr arasındakı məsafə oturacaqlar fərqinin yarısına bərabər olur. X çıxılsın 12 bölünsün 2 bərabər olmalıdır nəyə? Deməli, 2-yə. Buradan x çıxılsın 12. Buranı 2 verir də bizə, düzdürmü? Hə, düzdür. X çıx 12, 4-dürsə x də olacaq 16. Deməli, böyük oturacaq 16 sm-miş Y variantı. Keçək növbəti suala. Baxırıq 12-ci suala. Bizə deyir ki, 1.389.214 ədədində neçə minlik var? Neçə minlik var deyirsə 3 0, deməli, arxadan 3 rəqəm silirik. 1, 2, 3. 7 qalır 1389, o da eləyir B variantı. Baxırıq 13-cü suala. Düzbucaqlının uzunluğu eninin deyir 125%-nə bərabərdir. Düzbucaqlının perimetri 36 olarsa onun sahəsini tapın. Baxın, uzunluq enin 125%-dirsə, mən bunu %125 kimi göstərsəm, 25-ə ixtisar aparsam, olacaq 4-də 5. Deməli, bu uzunluqdur, buraya yazırıq 5K, uzun olan tərəf. Bu da qısa olan tərəfdir 4K. Perimetri 36 deyirsə, perimetr nədir? 2 vurulsun bununla bunun cəmi. Yəni 2 vurulsun 9K bərabərdir 36-ya. K da buradan bərabər olur 2-yə. K 2-dirsə, deməli uzunluq olacaq 10. 4 dəfə 2, n də olacaq 8. Sahəni soruşur, onu vurursunuz 8-ə, o da eləyir 80 B variantı. Keçək növbəti suala. Baxırıq 14-cü suala. Deyir ki, A düz xətti B düz xəttinə paraleldir. AC 31 sm-dir. Alfa və beta 60 dərəcə olarsa, 60 dərəcə olarsa, AB parçasının B düz xətt üzərindəki proyeksiyasını tapın. Bu 60-dırsa, daxili çarpaz bucağı burada 60-dır. Bura 60-dırsa, daxili çarpazı burada 60-dır. O zaman burada qalır 60. Bərabər tərəfli 3 bucaqdır. Deməli, hər 3 tərəfi bir-birinə bərabərdir. Ona görə AB-yə də yazıram 31. İndi AB 31-dirsə, bizə deyir ki, AB parçasının B düz xətt üzərindəki proyeksiya. Proyeksiyanın əmələ gəlməsi üçün, uşaqlar, siz bu A deməli, düz xəttinə belə bir perpendikulyar endirməlisiniz. Elə ki, siz bu perpendikulyarı endirdiniz, burada yaranan bu BH parçası olur proyeksiya. İndi bura 60 dərəcə idi, o zaman bura 30-dur. Xassəyə görə 30 dərəcəlik bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabər olmuş olur. Bu da eləyir 15,5. Düzgün cavab olur D variantı. Keçək növbəti suala. Baxırıq 15-ci sual. Deməli, 15-də bizə deyir ki, A və B çoxluqları üçün NA3, NB6 və bu iki çoxluğun kəsişməsi boş çoxluğa bərabər deyilsə, bu şərtlər ödənirsə, A və B çoxluğunun birləşməsinin deyir, ən çox neçə alt çoxluğu ola bilər? Əgər bunların kəsişməsi boş çoxluq deyilsə, uşaqlar, heç olmasa bir dənə də olsun ortaq elementləri var. Yəni, heç olmasa. O da niyə görə belə deyirəm? Çünki mən ən çox neçə alt çoxluğu olmağını istəyirəmsə, deməli, birləşmənin elementlərinin sayı çox olmalıdır. Birləşmənin elementinin çox olmağını istəyirsənsə, kəsişmənin elementini ən az götürməlisən. Ona görə heç olmasa bir dənə element burada var. A çoxluğu, B çoxluğu. Deməli, 3 dənə A-da olmalıdır. Biri buradadırsa, ikisi buradadır. 6 element də B-də olmalıdır. Deməli, 5-i də buradadır. Ümumilikdə neçə element olur? 8. 8 element varsa, alt çoxluqlar 2 üstü 8, o da olur 256. Düzgün cavab A variantı. Keçək növbəti suala. Baxırıq 16-cı suala. Deməli, 16-cı sualda bizə deyir ki, düzbucaqlı ABC üçbucağında D nöqtəsi AB hipotenuzu üzərindədir. Belə bir düzbucaqlı üçbucaq çəkirik. Bu düzbucaqlı üçbucaqda, hətta biraz məncə daha kiçik edə bilərik. Bu düzbucaqlı üçbucaqda bizə deyir ki, uşaqlar, bu düzbucaqlı üçbucaqda. Aha, adlandırırıq bunu. AB hipotenuz olmalıdır. Burada S olmalıdır. D nöqtəsi deyir, AB hipotenuzu üzərindədir. D nöqtəsi AB hipotenuzu üzərindədir. AC bərabərdir SD'yə. Olsun belə. Buranı adlandırırıq D və bu ikisi bir-birinə bərabərdir uşaqlar. Deyir AD 6-dır. Bura olsun 6. Buranı bilmirəm. Bura bir X yazıram. Və ACD üçbucağının, bu üçbucağın sahəsi 24-dür. Daha doğrusu 27-dir. Gəlin belə edək. Buradan belə bir hündürlük endiririk. Bu hündürlük hipotenuza endirilmiş hündürlükdür həm də. Baxın.
Deməli, bərabər yanlı üçbucaq olduğu üçün median kimi bunu yarı bölür. Bura 3 oldu, burada 3 oldu. Burada hündürlükdür. İndi bu üçbucağın sahəsindən yola çıxsaq, tərəf 6, bu tərəfə çəkilmiş hündürlük hasili h-dır, bölünsün 2, bərabərdir 27-yə. 3-ə ixtisar aparsaq, burada 2 qalır, burada deməli 3-ə bölsək 9 qalır, bu 2 ilə də bu 2 gedir. Hündürlük bərabər oldu 9-a. Bu hündürlük 9-dursa, indi fikir verin, düzbucaqlı üçbucaqda, düzbucaq təpəsindən çəkilən hündürlük h kvadrat nəyə bərabər olur? M vurulsun n-ə. Baxın, h kvadrat, buradan bura qədər parça 3-dür, amma buradan bura qədər parça 3 üstə gəl x-dir. Deməli, 9-un kvadratı bərabərdir 3 vurulsun 3 üstə gəl x-a. 81-i böləndə 3-ə, deməli, 27 bərabərdir 3 üstə gəl x-a. X bərabər oldu 24-ə. Baxın, bura olur 24. Aha, indi bura 24-dürsə... Bura 24-dürsə, bizdən nəyi soruşur? Bizdən BCD-nin sahəsini soruşur. Gəlin baxaq. Baxın, BCD. Aha, buranın sahəsini soruşursa, yenə eyni qayda ilə gedə bilərik. BCD. O zaman deyəcəyik ki, D nöqtəsi bu tərəfdədir uşaqlar. Göy xətti səhv çəkmişəm. Bu D nöqtəsidir. Bu hündürlük endirmişdik. Bu h-dır. Aha. Bax, buranın sahəsini soruşur. Fikir verin. Bu üçbucaqda oturacaq 24-dür. Tərəfə çəkilmiş hündürlük, yəni tərəfin uzantısına çəkilmiş hündürlük 9-dur. Deməli, tərəf var, bu tərəfə çəkilmiş hündürlüyü var. Onun yarısı bizə sahəni verəcək. Bununla bunu ixtisar aparacaqsınız. 12, 12-ni də 9-a vuranda uşaqlar düzgün cavab 108 alınmış olur. O da eləyir C variantı. Keçək növbəti suala. Baxırıq 17-ci suala. 17-də bizə deyir ki, çevrə xaricindəki Y nöqtəsindən çevrəyə YB kəsəni və YS toxunanı çəkilmişdir. YB 16, buradan bura qədər parça 16, YA 8, bura 8 olarsa, YS parçasının uzunluğunu tapın, burada x-dır. Kəsən və toxunanın xassəsinə görə x-in kvadratı bərabər olmalıdır. 8 vurulsun bütöv parça 16-ya. Bu da edir, deməli, 80 da 48, 128, bunu da 64 vurulsun 2 yaza bilərik. Onda x-in özü bərabər olacaq 8 kök altda 2. Baxın, x y-s'yə demişdik, o da y-s'ni istəyir. Cavab olur 8 kökdə 2, yəni D variantı. Keçək növbəti suala. Baxırıq burada 18-ci sual. Bizə deyir ki, verilən bu tənliyin köklərindən biri 90 ədədinin sadə vuruğu olarsa, n parametrin qiymətini tapın. 90 ədədi, uşaqlar, 9 vurulsun 10 deməkdir. Yəni 9-dakı 3-ün kvadratıdır. O zaman 90 bərabərdir 3-ün kvadratı vurulsun 10-da 2 vurulsun 5 deməkdir. Sadə vuruqlarını ayırdıq. Sadəcə, yəni bu deyir ki, 90 ədədin sadə vuruqlarından biri kökdür. Bura baxanda 5 yazmaq olmaz. Çünki məxrəc 0 eləyər. Bura baxanda 3 də yazmaq olmaz. Məxrəc 0 eləyər. Deməli, bir dənə qalır 2. O zaman tapırıq ki, bu tənliyin kökü 2-dirsə, gətirib yerinə yazıram. 2, 2, bu da 2. 5-dən 2 çıxanda 3, 24-ü 3-ə böləndə 8. Bu olur m bölünsün 4 bərabərdir. 3-dən 2 çıxanda 1, yəni 6-nı da 1-ə böləndə edir 6. Buradan m bölünsün 4, 8 çıxılsın 6, 2-dirsə m də bərabər olur 8-ə. Yəni düzgün cavab C variantı. Keçək növbəti suala. Baxırıq uşaqlar 19-cu sual. 19-da deyir ki, D1 və D2 düz xətlərin tənlikləri uyğun olaraq y bərabərdir 2x üstə gəl 6 və y bərabərdir mənfi x üstə gəl 12 olarsa, ABC üçbucağının sahəsini tapın. Deməli, sahəni tapmaq üçün oturacağı bilmək lazımdır. Bir də bu oturacağı çəkilmiş hündürlüyü. Birinci növbədə uşaqlar, mən bu A və C nöqtələrin koordinatlarını tapacağım. Deməli, bu D1 düz xətti buna uyğun gəlir. Burada biz əgər y-a 0 versək, çünki x yox üzərində yerləşir axı. Y-a 0 versək, x-in qiyməti olacaq mənfi 3. Deməli, bu mənfi 3 də buradan bura qədər məsafə 3 vahiddir. Burada 0 yazsaq, x-in qiyməti olacaq, deməli 12. Bunun koordinatı 12-dirsə, buradan bura qədər məsafəsi 12-dir. Oturacaq ümumilikdə də 15. Baxın, bu oturacaq. Buradan bura bütün məsafəsi olur neçə? 15. İndi isə hündürlüyü tapmaq lazımdır. Hündürlüyü tapmaq üçün fikir verin, bu iki funksiya kəsişir. Gəlin kəsişmə nöqtəsinin koordinatlarını tapaq. Bunun üçün funksiyaları bir-birinə bərabər etmək lazımdır.
Buradan 3x bərabər olur 6-ya, x də bərabər olur 2-yə. X 2-dirsə bizə y lazımdır uşaqlar. Niyə? Çünki bu y-ın buradakı qiymətini bilsək, hündürlüyü tapmış olacağıq. Buradan bura qədər məsafə, buradan bura qədər məsafəyə bərabərdir. Y-ı tapmaq üçün fərqi yoxdur. İstəyir birincidə, istəyir ikincidə. Yerini qoyub tapacaqsınız. Burada yazsam 2 vur 2 4, 4 üstə gəl 6 eləyəcək 10. Y-ın qiyməti 10-dursa, buradan bura qədər 10 vahiddirsə, deməli bu da olur 10. Baxın, üçbucaqda oturacaq bəlli, hündürlüyü bəlli. Sahəni tapanda oturacaq və bura çəkilmiş hündürlüyü hasilinin yarısı. Bundan da bu gedir. Düzgün cavab 75-ə bərabər olmuş olur. O da eləyir D bəndi, D variantı. Keçək növbəti suala. Baxırıq burada 20-ci suala. Deyir ki, verilən bu tənliyi həll edin. Pi-də ad dəyişmir çevirmə düsturuna görə. Bu kosinus x qalır. Sadəcə 3-cü rübə düşdüyü üçün kosinusu mənfi olacaq. Bərabərdir. Sinus pi bölünsün 2-də də 1-dir. Deməli, buradan kosinus x bərabərdir, mənfi 1-dirsə, bu da bunun xüsusi haldır. Kosinus mənfini harada alırdı? Pi-də. Olacaq pi üstə gəlsin 2 pi kap. Bax, o da B variantı düzgün cavab alınmış olur. Keçək növbəti suala. Baxırıq 21-ci suala. 21-də bizə deyir ki, x üstü 1 üstə gəl loqaritm 2 əsasdan x bərabər 4 olarsa, tənliyin kökləri hasilini tapın. Biz bu tənliyin, deməli, hər iki tərəfini 2 əsasına görə loqaritmləyirik. Yazırıq, loqaritmə 2 əsasdan x üstü 1 üstə gəl loqaritmə 2 əsasdan x bərabərdir loqaritmə 2 əsasdan 4. 2 əsasdan 4 zaten bizə 2 verəcək. Bunu olduğu kimi yazırıq. Burada da bu qüvvət keçir qabağa. Olur 1 üstə gəl loqaritmə 2 əsasdan x olduğu kimi qalır. Vurulsun. Bu da olduğu kimi qalır. Loqaritmə 2 əsasdan x. 2-ni də atırıq bu tərəfə. Çıx 2 bərabərdir 0-a. İndi bu mötərizəni vurub açanda olur loqaritmə 2 əsasdan x-in kvadratı. Üstə gəl. Bunu buna vuranda loqaritmə 2 əsasdan x çıxılsın 2 bərabərdir 0-a. Viyyətə görə düşünsək, vuranda mənfi 2 eləsin, toplayanda da mənfi 1 eləsin, mənfi 2 ilə 1-dir. Deməli, bir dəfə loqaritmə 2 əsasdan x-i bərabər edirik mənfi 2-yə. Bir dəfə loqaritmə 2 əsasdan x-i bərabər edirik 1-ə. Burada x-in qiyməti 2 üstü 1, 2 alınacaq. Burada x-in qiyməti 2 üstü mənfi 2, 4də 1 alınacaq. Və bunların hasilini soruşur. 4də 1-i də vuranda 2-yə ixtisar gedir. Düzgün cavab 2də 1 alınmış olur. Yəni, Y variantı Y bəndi. Keçək növbəti suala. Baxırıq burada 22-ci suala. Deyir ki, bu limiti hesablayın. Baxın, surətdə 3-cü dərəcədən kök altında x üstə gəlsin 1 var. Məxrəcidə bu x-i 3-cü dərəcədən kök altında x-in kubu formasında yazırıq. Bu 1-i də 1-in kubu kimi yazırıq. Və bunu kublar cəmi kimi açsaq, olur 3-cü dərəcədən kök altında x üstə gəlsin 1. Bu birinci mötərizə. İkinci mötərizədə bunun kvadratı çıx. Bununla bunun hasili üstə gəlsin 1-in kvadratı. Baxın, surətdə də 3-cü dərəcədən kök altı x plus 1 varsa, bununla bu ixtisar gedir, qalır sadəcə bu ifadə. İndi bu ifadədə yerinə gətirib x-in mənfi 1 qoymaq lazımdır. Yuxarıda 1, aşağıda mənfi 1 qoyanda kvadratdan 1 olacaq. Mənfi 1 yazanda elə mənfi 1 çıxacaq, qabaqdakı mənfiyə görə üstəgəl olacaq. Bu da müsbət 1-dirsə, elə düzgün cavab 3də 1 alınmış olur. Yəni D variantı. Keçək növbəti suala. Baxırıq 23-cü suala. Deyir ki, bütün tilləri 3 kök altı 2 olan düzgün tetraedrin həcmini tapın. Tetraedrin həcm düsturu bərabərdir. A kub kök altı 2 bölünsün 12-dir. İndi tilini, yəni tərəfini 3 kök altı 2 verirsə, bunu kuba yüksəltməliyik. 3-ün kubu 27, kök altı 2-nin kubu 2 kök altında 2-dir. Vurulsun kök altı 2 bölünsün 12. Bunu bir-birinə vuranda 4 edir. 4 ilə 12-ni ixtisar aparanda 3, 27-ni də 3-ə böləndə düzgün cavab 9 almış olur. Keçək növbəti suala. Baxırıq 24-cü suala. 24-də deyir ki, bərabər tərəfli ABC üçbucağında DF FY-yə perpendikulyardır. DF FY perpendikulyardır. FY BC-yə perpendikulyardır. DF 6-dır. SY də 5 olarsa, SY də 5 olarsa biz BY-ni tapmaq, buranı tapmalıyıq. İndi fikir verin, bu üçbucaq özü bərabər tərəflidirsə, deməli bütün bucaqları 60-dır. Burada 60 yazıram, burada 60 yazıram. Bu 90-dırsa, deməli burada 90 olacaq. O zaman bura 60, bura 90, bura 30 olur. 90 üstə gəl 30, 120, 180-ə tamamlanmağı üçün burada olur 60. Burada 60-dırsa, deməli bunun təpə bucağı da 60-dır.
Fikir verin. Bərabər tərəflidir. Bura 6-dır, bura 6-dır, bura 6-dır. 30-un qabağındakı 5-dirsə, hipotenüs 10-dur. Belə çıxır ki, tərəf olur 16. Bərabər tərəfli üçbucaq olduğu üçün bütün tərəflər 16 olmalıdır. Burada 16-dırsa, 16-dan 5 çıxanda düzgün cavab 11-ə bərabər olmuş olur. Deməli, 24-cü sualda testimizin düzgün cavabı olur 11. Keçək növbəti suala. Baxırıq 25-ci suala. 25-də deyir ki, tələbənin fərqli rəngli 5 köynəyi var. O, eyni köynəyi ardıcıl 2 gün geyinmir. Tələbə hər gün ancaq bir köynəyi geyinərsə, 5 gün ərzində bu köynəklərin neçə müxtəlif üsulla geyinə bilər? Əgər eyni köynəyi ardıcıl 2 gün geyinmir cümləsi bizə verilməsəydi, bu burada olmasaydı, bu 5 gün ərzində geyindiyi köynəklərin onun neçə müxtəlif üsulla soruşursa, 5 faktorialını hesablaya bilərdim. Amma artıq bir dənə köynəyi, məsələn, qırmızı rəngli köynəyi birinci gün geyinibsə, ikinci gün geyinə bilməz. Baxın. Həftənin birinci günü, ikinci günü, üçüncü günü, 4, bir də 5-i. Fikir verin. Hər gün deməli bir köynək geyinir. Bax, birinci gün, ilk gündür də 5 köynəyin 5-ini də geyinə bilər. Hər rəngi geyinə bilər. Amma ikinci günə gəlib çatanda, tutaq ki, burada qırmızı rəngli köynək var. Bax, bu 5 dənənin içində qırmızı rəngli köynək var. O artıq ikinci günü qırmızı rəngli köynəyə geyinə bilməz. Ondan başqa qalanlarını geyinə bilər. 4 dənəsini geyinə bildi. İndi üçüncü gün o qırmızını geyinə bilir. Amma tutaq ki, burada yaşıl geyinibsə, yaşılı geyinə bilmir. Aydındır. Yenə 5-dən birini geyinə bilmir 4 dənə. Yenə birini geyinə bilməyəcək 4 dənə. Yenə birini geyinə bilməyəcək 4 dənə. Yəni, hər gün elə ki, bir rəng geyinə bilmir də, qalanların hamısı geyinir. Bunlar da bir-birinə vursaq, deməli 5 dəfə 4, 20, bu da 4-ün kubu, 64. Onun da düzgün cavabı 1280 müxtəlif üsul alınmış olacaq. Neçənci sualda uşaqlar? 25-ci sualda. Keçək növbəti suala. Baxırıq burada 26-cı suala. Bizə deyir ki, A bərabərdir 5 üstü x, həmçinin x bərabərdir. Bu ifadə olarsa A-nın qiymətini tapın. Baxın, x bərabərdir. Əsaslar eynidir. Bu 2-ni də qaldırıb qoyuruq burada 4-ün qüvvətinə. Olacaq burada nə? Loqaritmə 5 əsasdan 3 üstəgəl, loqaritmə 5 əsasdan 4-ün kvadratı 16. Əsas eyni olduğu üçün, ortada üstəgəl olduğu üçün bunlar bir-birinə vurulacaq. 3-ü vururuq, 16 eləyir 48. Bu x-i də gətirib burada yazırsınız. Yəni 5 üstündə loqaritmə 5 əsasdan 48, bu 5-lər də gedir. Düzgün cavab 48 alınmış olur. 26-cı sualda. Keçək növbəti suala. Baxırıq 27-ci suala. Deyir ki, bu bərabərsizliklər üçün uyğunluğu müəyyən edin. 6 qiyməti var. Hər birində 6-nı yerinə qoyuruq. Burada 6 yazsaq, bax fikir verin. X kvadrat çıx 6x üstəgəl 9 yazıb. Deməli bu x çıxılsın 3-ün kvadratı olacaq və böyükdür 0 şərtini ödəyir. Kvadrat da hər zaman bilirsiniz ki, 0-dan böyükdür. Deməli A bərabərdir 6 olduqda. Bir dənə bir məsələ var ki, bu 0-a bərabər ola bilməz. Çünki bərabərdir yoxdur axı. Deməli x-in 3 qiymətini ala bilməz. Yeganə bir dənə 3 ala bilmir. Ona görə mənfi sonsuzluqdan 3-ə, 3-dən müsbət sonsuz. 1-ə uyğun gedir B. 1-ə B gedirsə, bir də uşaqlar burada 1-ə D uyğun gedəcək. Niyə görə? Çünki mənfi 6 ilə 6 aralığında deyir həlli mənfi sonsuz, müsbət sonsuz. Məsələn, 5 qoyursunuz bu araqda. Bax, fikir verin. Burada 5 yazsa, diskriminant nə olacaq? 5-in kvadratı 25, çıxılsın 4 9, 36. Diskriminant mənfi oldu. Birinci əmsal da burada müsbətdir. Biz bilirik ki, A böyükdür 0, diskriminant kiçikdir 0 olanda bu ifadə hər zaman müsbətdir. Və x-in istənilən qiymətində ödənir. Ona görə mənfi sonsuzluq, müsbət sonsuzluq. Deməli, 1-ə də uyğun gedir həmçinin D variantı. İndi ikinciyə baxıram. Yenə 6 yazacağım. X kvadrat çıx 6x üstəgəl 9 kiçik bərabərdir 0. Bu x minus 3-ün kvadratıdır. Kvadrat təbii ki, mənfi olmaz, amma 0-a bərabər ola bilər. Buradan x minus 3 0-dırsa, x bərabər olacaq 3-ə. Deməli, A bərabərdir 6 olduqda həlli 3-dür. Bura uyğun gedir A variantı. Və üçüncüyə baxsaq, bu birinci, bu ikinci, üçüncüyə baxsaq, yenə 6 yazsaq, fikir verin, bu yenə x minus 3-ün kvadratı olacaq. Bu da kiçikdir 0 şərtini heç vaxt ödəməz, axı kvadrat mənfi deyil. Ona görə C variantı olacaq. A bərabərdir 6 olduqda həlli yoxdur, o deyiləyir C bənd. Yeganə 7 heç birinə uyğun getmir. Cavablar 1-ə B-dir, 2-ə A, 3-ə C olmuş olur. Keçək növbəti suala. Baxırıq burada 28-ci sual. 28-də deyir ki, hündürlüyü 8, radiusu 3 olan silindr formalı taxta tirdən. Bax, bunun hündürlüyü 8-dir. Buradan bura qədər radiusu da 3-dür. Taxta tirdən deyir ki, oturacağı, silindrin oturacağı ilə eyni. Bax, bu oturacaq eyni. Hündürlüyü isə silindrin hündürlüyünün yarısına bərabər olan. Deməli, bura 8 isə bura 4-dür.
Onda bura avtomatik 5 olacaq uşaqlar Pifaqora görə. Və yarısına bərabər olan konus ovulub çıxarılmışdır. Bax, bu buradan çıxarılır tamamilə. Konusun çıxarılmasından sonra alınan cismin səthinin sahəsini tapın. İndi bunu buradan çıxardırlarsa, bax, gəlin belə düşünək də, yerdə qalan cismin səthinin sahəsini necə tapmaq olar? Silindrin tam səthindən çıxırıq bu oturacağı, çünki bunu çıxardırlarsa oturacaq buradan gedir. Yəni S oturacaq çıxarılır. Silindrin tam səthindən bu oturacaq bir dənə çıxır, amma üstə gəl. Bu konusun yan səthi var ha uşaqlar. O olduğu kimi qalır. Yəni bu tamamilə baxın bunu təsəvvürünüzdə canlandırın da. Bunu buradan çıxardırsınızsa və götürüb aparırsınızsa, burada konusun yan səthini hesablamaq lazımdır mütləq. Ona görə S konus yan yazıram bura. Və fikir verin, S tam nəyə bərabərdir bizdə? S yan üstə gəl 2S oturacaq. İndi 2S oturacaqdan bu bir dənə S oturacağı çıxanda qalacaq bir dənə S oturacaq. S oturacaq bu, amma silindrə aiddir. Aha, üstə gəl S yan qalıb burada. S yan. Bu da silindrə aiddir. Üstə gəl S konusun yan səthi. Yan səthi. Aha. Və düsturumuz budur. Bununla hesablayacağıq uşaqlar. İndi onu da gəlin burada hesablayaq. Bir-bir yerinə yazaq. Deməli, necə hesablayırıq? Bərabərdir. Düsturumuz S oturacaq pi r kvadratdır. Pi r kvadrat. Üstə gəl 2 pi r h. 2 pi r vurulsun h. Vura bilmədik. Aha, vurulsun h. Bu oldu S yan. Üstə gəl. İndi konusunki də pi r vurulsun l. Bunlar ikisi də konusa aiddir. Bərabərdir. İndi hesablasaq. Bunun r-i 3'dür. Kvadratı 9 eləyəcək. Pi'yə vuranda olacaq 9 pi. 2 pi vurulsun. Yenə r-in qiyməti 3'dür. Bu dəfə h-ın qiyməti 8'dir. Söhbət bu ikisi silindrə aiddir. Deməli 24, 3 dəfə 8, 24. Onu da 2'yə vuranda 48. Üstə gəlinsin. Deməli r burada 3'dür. L-i də 5'dir. O da eləyəcək 15. Deməli 15 üstə gəl 9 edir 22. 15 üstə gəl 9. Daha doğrusu 24. 24, o da 48, 72 pi. 24, o da 48, 72 pi. Düzdür. Deməli, bu sualda da testimizin düzgün cavabı 72 pi'yə bərabər olmuş olur. Keçək növbəti suala. Baxırıq 29-cu suala. Bizə deyir ki, A üstə gəl B üstə n binomun açılışında binomial əmsallardan ikisi təsadüfi seçilir. Seçilmiş hər iki binomial əmsalın vahiddən fərqli olması hadisəsinin ehtimalı 0,4-dürsə, n-i tapın deyir bizə. Deməli, bu n-dirsə, ümumi hədlərin sayı olur n üstə gəl 1. Aha. İkisi təsadüfən seçilir. Deməli, ümumi hallar olur kombinizon n üstə gəl 1-dən 2. Amma deyir ki, bu seçilmişdir hər iki binomial əmsal vahiddən fərqli olmalıdır. Ümumiyyətlə, n plus 1 əmsalın birincisi, bir də sonuncusu deyək də. Baxın, iki dənəsi vahiddən fərqli. Yəni, ədəd olaraq deyək də, rasional bir ədəd olmuş olacaq. Baxın, vahiddən fərqli olacaq. İndi n plus 1-dən bu iki dənəsini çıxsaq, bu iki həddi çıxsaq, qalacaq burada n minus 1. O zaman kombinizon n-1-dən 2. Bu da bərabər olacaq 0,4. Onu da 5'də 2 yaza bilərəm. Aha. İndi kombinizonun qaydası ilə hesablasaq, qısa şəkildə qayda ilə hesablayıram. n-1 vurulsun n-2 bölünsün. Aşağıda, daha doğrusu bölünsün 2. Bölünsün 2. Aşağıda da n plus 1 vurulsun n bölünsün 2. Bərabərdir 5'də 2. Bu ikilər gedir. Bunu bir-birinə vurub açsam. Deməli, bu surətdə nə olacaq? N kvadrat mənfi 3n üstə gəl 2. Bu 5'ə vurulacaq uşaqlar. 5'ə vurulanda nə olur? Deməli, 5n kvadrat çıx 15n üstə gəl 10. Bərabərdir. Bunu vurub açsam, olur n kvadrat üstə gəl n. Bu da 2'yə vurulacaq. Olur 2n kvadrat üstə gəl 2n. 5'dən çıxanda 2. Burada qalır deməli 3n kvadrat mənfi 15 mənfi 2 mənfi 17n müsbət 10. Bərabərdir 0'a. Deməli 3n'i n-ə vuranda, 5'i də 2'yə vuranda 5, 2 mənfi 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 15 mənfi 2. Aha. Deməli bunun vuruqları olacaq 3n çıxılsın 2. Vurulsun, n çıxılsın 5. Bərabərdir 0'a. Bu da n natural olmaq üçün buradan tapırsınız. N də bərabər olacaq 5'ə. Elə baxın, n istəyirdi. Deməli, testin düzgün cavabı 5 alınmış olur. Keçək növbəti suala.
Və nəhayət baxırıq uşaqlar 30-cu suala. Bu da isbat sualıdır. Deyir ki, ABC üçbucağında bucaq S 90 dərəcədir. ABC üçbucağını burada çəkək və isbatda unutmayın ki, yəni yazılı formada da, yazı, qayda formasında, izah formasında nə dərəcə yazsaz, bir o dərəcədə, yəni sizin üçün xeyirdir bal almağa. Deməli, ABC üçbucağında bu S bucağı 90 dərəcədir. SD hipotenuza çəkilmiş hündürlükdür. Yazaq. Bura 90-dır. Olarsa isbat edin ki, ACD üçbucağın sahəsinin BCD üçbucağın sahəsinə nisbəti AC kvadrat bölünsün BC kvadrat olmuş olur. Bunu oxşarlıqla deyə bilərik. Məsələn, bu bucağı alfa bucağı desək, bu bucağı olacaq beta bucağı. ABC üçbucağında hansı ki düz bucaqlıdır, alfa üstə gəlsin beta bərabərdir 90 dərəcəyə. Digər tərəfdən, bura betadırsa, bura 90-dırsa, bura mütləq alfa olmalıdır ki, daxili, yəni iti bucaqların cəmi 90 olsun. Bura alfadır, bura 90-dırsa, yenə bu da gərək beta olsun. Onda fikir verin, bu ACD üçbucağı ilə BCD üçbucaqları oldu bir-birinə oxşar. Üçbucaq ACD oxşardır. Üçbucaq, deməli CBD-yə. Oxşardırsa bucaq əlaməti uşaqlar. Yazırsınız ki, ikinci əlamət. BB əlamətinə görə, yəni bunu qeyd edin, yenə deyirəm. Çünki qayda nəyə oxşar, o nəyə əsasən oxşar götürürsən. Bucaq əlamətinə görə oxşar götürürsən. BB əlamətinə görə. Bunu mütləq qeyd edin. İndi bu əlamətə görə yazırıq ki, deməli, 90-ın qarşısındakı AC-nin, burada 90-ın qarşısındakı, deməli, BC-yə nisbəti bərabər olmalıdır. Alfanın qarşısındakı CD-nin, burada alfanın qarşısındakı BD-yə nisbəti, o da bərabər olmalıdır. 90 alfa, indi beta. Betanın qarşısındakı AD-nin nəyə nisbəti? Burada betanın qarşısındakı CD-yə nisbəti. Və oxşar fiqurlarda bu tərəflər nisbəti bərabər olmalıdır K-ya. Və biz də bilirik ki, sahələr nisbəti, fiqurların sahələrini, məsələn, buna S1 desəm, ACD-yə, buna S1, buna S2 adlandırsam, S1-in S2-yə nisbəti bərabər olmalıdır K-nın kvadratına. Yəni ki, oxşarlıq əmsalının kvadratına. Əgər K da elə birinci nisbətdən AC bölünsün BC-ni, yəni əsas götürərək yaza bilərik ki, o zaman bu sahələr nisbəti həqiqətən də AC-nin kvadratı BC-nin kvadratına nisbətinə bərabər olmuş olur. Və beləliklə də, yəni sualımız, məsələmiz isbat olundu. Belə, bu da bizim sonuncu sualımızın izahı idi uşaqlar. Növbəti izahlarda yenidən bir daha görüşərik. Sağ olun, hələlik.